Gəlin 17-ci sualı həll edək. Demək bizə verir ki, rəqəmləri fərqli olan iki rəqəmli ədədi 5-ə böldükdə qalıq ən böyük olarsa bu şərti ödəyən neçə iki rəqəmli ədəd var? Demək burada biz iki rəqəmli ədədi A1 ilə işarə edək və bunu 5-ə böldükdə qalıq ən böyük qalır. Qalıq ən böyük qalır. İndi fikir verək ki, 5-ə böldükdə qalıq neçə ola bilər? Qalıq həmişə 5-dən kiçik olmalıdır. Yəni burada ən böyük qalıq nə olacaq? 4 olacaq. Demək biz qalığı tapdıq, qalıq 4 imiş. İndi elə iki rəqəmli ədədlər tapaq ki, 5-ə bölündükdə qalıqda 4 alınsın. Demək 14, ilk iki rəqəmli ədədimiz 14-dür. Sonra 14, 19 və sair, sonuncusu isə 99-dur. İndi bizdən deyir ki, bu şərti ödəyən neçə iki rəqəmli ədəd var? Gəlin burada bunların, yəni 14-dən 99-a qədər neçə dənə ədədin olduğunu tapaq. Nə edirdik? Belə bir düsturumuz vardı. Sondan çıxırdıq ilki, bölürdük aradakı fərqə, üzərinə 1 gəlirdik. İndi gəlin yerinə qoyaq. 99 çıxılsın 14 bölünsün. Aralarındakı fərq 5, üzərinə gəlsin 1. Yəni 85 bölünsün 5, üzərinə gəlsin 1. Bu da edir 17 üzərinə gəlsin 1. O da bərabərdir 18. Biz tapdıq ki, burada 18 dənə ədəd var. İndi biz əsas məsələyə fikir verməliyik ki, rəqəmləri fərqli deyir. Rəqəmləri fərqli deyirsə, biz nə edəcəyik? Görürük ki, burada 99-un rəqəmləri eynidir. Həmçinin arada bir dənə 44 var. 44-ün də rəqəmləri eynidir. Demək, ümumi 18-dən ikisini çıxmalıyıq. Yəni 99-dan 44-ün rəqəmləri fərqli olmadığına görə 2-ni çıxırıq. O da edir 16. Yəni bu sualın cavabı 16-dır.